Vlogumu dəniz gözlüyümlə açıram və yolda naməlum çağırır. Təsəvvür edin, yolda gedirsən, heç tanımadığın biri sənə challenge atır. Kim daha tez çatacaq və oyun başlayır. Bir anlıq özümüzü Farsaj 16 filmində hiss etdik. Tək fərqimiz nə Dominik var, nə Vin Diesel və bu Farsajla unutdum sizinlə salmışmağa. Hər kəsə salam və bugün Türkiyana getdik. Ailəvi dostumuzun bağ evinə. Təmiz hava, dəniz qırağı və Azərbaycanlı olduğunu demədən göstər. Qutab bişirəcəyik. Xəmirimizi, qarın içliyini, göy gərtini hazırladıq, getdik. Orada vaxt itirməyək. Qaynanam da çırmalanıb, xəmiri küllələyib yaymağa başladı. Bacımla da mən içliyi qoyub bişirirdik. Əsl dədə baba qutabları, odunun üstündə. Gözlərimizə tüstü dola-dola. Qarın qutabında sumaqsız təsəvvür belə etmirəm. Samavar da qaynadı, Samir də xüsusi çay dəmlədi. Özəl resepti ilə. Uşaqlar da bəhbə edərək qutabları yeyirdilər. Ruslan da sizi salamlayır. Qızım da öz aləmində rəqs edir. Bir əlində qutab, o birində oyuncaq. Əsl istirahət uşaqlar üçün oldu. Aynur da kişi balayla stolu çıxartdılar çölə və çay süzdü. Özdə necə gözəl armudu stəkanda. Bu çaya ayrıca diqqət göstərmək istəyirəm. Birincisi çox dadlı idi. İkincisi isə çox böyük hörmət var. Samir mənim vloquma daha da özəllik qatsın deyə ən gözəl stəkanlarını çıxartdı. Çox gözəl deyilmi? Və hələ ki süfrəyə oturmamışıq. Baldızımın işdən gəlməyini gözləyirik. Hamımız birlikdə süfrəyə oturaq. Axır ki göy qutabına da sıra çatdı. Gərətləri doğradım və buradakı abu-hava məni uşaqlığıma qaytardı. Sadəcə onda əl-ayaq altında qalan biz idik. İndi isə bizim uşaqlarımız. Bir anlıq adam kövrəlir. Sevdiyimiz nənəmiz, babamız artıq yanımızda olmadığı üçün. Amma onlara da ayrıca təşəkkür düşür. Bizim yaddaşımızda gözəl xatirələr qoyduqları üçün. Amma həyat keçir və artıq bizim analarımız nənələr olur və nənələr, babalar nəvələrinə qayğılarını göstərdilər. Və budur, baldızım da gəldi. Mən isə həmişəki kimi kreativlığımı göstərmək istədim, amma qaşıq kameradan utandı və fırlanmadı. Ev sahibinin əlində isə salto vurdu. Özünkü olmağı budur da. Sonra da hər kəs süfrəyə oturdu. Yeməklərimizi də süfrəyə gətirdik. Kababı da Samir özü çəkdi qablara. Və kolanın adı da elə süfrəmizə tam yaraşır və nuş etdik. Siz də göz haqqınızı havalı edin. Arzum odur ki, bütün ailələrdə əmin-amanlıq olsun. Hər zaman süfrəniz bol olsun. Sonra da süfrəni yığışdırdıq, qutabdan evdə götürüb sağollaşdıq. Və sabah Aynurun ad günü olduğunu bildim. Evdə paxlava var idi. Bir rəqəmli şam tapdım, üstünə qoydum. Və bu qədər. Vlogumu bəyəndinizsə, zəhmət olmasa like və takib atmağı unutmayın.